Mətanət Ulu Şirvanlı söz adamıdır. Sözüm hər bir çalarına bələddir. İstisini, soyuğunu yaxşı bilir. Boğazdan gələnlə ürəkdən doğulan sözü ilk baxışdan sərraf dəqiqliyi ilə ayıra bilir. Yaradıcılığı müxtəlif növə bölsələr də, onun bir janrı, bir materialı var. O da sözdür, mətindir. Qalanları qurama adlardır. Ürək söz şəklində oynayır, parçalayıb çıxır köksündən. O ya şeir olur, ya nəsr parçası şəklində özünü bir özə verir. Mətanət xanım, xoş gördük sizi. Xoş gördük. Necəsiniz? Nə var, nə yox? Təşəkkür edirəm Abdi müəllim. Çox gözəl gündür sizinlə görüşdüyüm üçün. Tamaşaçılarla görüşdüyüm üçün məmnunluq hissi keçirdirəm. Çox sağ olun. Əsl yazıcı düşüncəsidir. Tamaşaçı ilə, əsərlərlə, ədiyyatla görüş doğrudan sevinməli haldır. Bəli. Çünki bizim olanımız odur. Arxada həm kitabları düzmüsən, xanım səliqəsidir, həm də tərifnamələri, ayrı-ayrılardan sizə verilən ödülləri sırayla düzmüşdür. Bütün bunların hamısına görə sizi təbrik edirəm. Təşəkkür. O sizin halal zəhmətiniz. O sizin qələmlə, yuxusuz gecələrin ortaq dünya qələmləridir. Öncə mən sizi şair kimi tanıdım. Mətanət Ulu Şirvanlı. Elə adında da bir əzəmət var. Mətanət Şirvanlı olardı. Ulu Şirvanlı daha geniş, biraz mənalı daşıyır. Həm də əzəmət gətirir bu yerə. Abdi müəllim, bəzən bu sualı mənə verirlər ki, niyə görə məhz Ulu Şirvanlı, Şirvanlı deyil. O zaman mən deyirəm ki, mən Şirvanlıyam, bəli. Ulu Şirvan təxəllüslə oradan yaranır ki, ulu diyarın, ulu torpağın, ulu məkanın evladıyam. Görün kimlərin diyarıdır, kimlərin vətənidir. Əsələddin Xəqani, Mirzə Ələkbər Sabir, Hadi, Madəddin Nəsrinin elə. O anlamda ulu sözün təxəllüs kimi mən sevə-sevə qəbul eləmişəm. Və bundan belə də ömrüm nə qədər var, o təxəllüsü yaşatmağa, o təxəllüsə layiq olmağa çalışacağam. Daşıyacağım çiyinlərimdə. İnşallah. Dediyim kimi şeirlə başlamışsınız yaradıcılığa. Bəzən düşünürəm ki, tamamilə nəsr əsərinə tərəf yönəlim. Və bəzən də düşünürəm ki, şeirsiz dayana bilmərəm, şeirsiz dura bilmərəm. Şeir mənim hissim, duyğum, şeir mənim ülviyyətimdir, şeir mənim məhəbbətimdir, şeir mənim bütünlüklə yaşam tərzimdir. Baxmayaraq ki, mən nəsrə keçmişəm, nəzm əsərləri isə daim mənim daxilimdədir. Sökmək olmaz, atmaq olmaz. Mən ondan yaşayıram. Şeirsiz bir günümüz olmasının anlamında. Yəni elə gün olur ki, hər gün şeir yazırıq. Elə gün olur ki, aylarla mən nəzmə müraciət eləmirəm. Amma o duyğunu içimdə gəzdirirəm, o hissi içimdə gəzdirirəm və bir də baxıram ki, o şeir artıq daxilimdən özü pərvaz eləyir, boylanır, cücərir, qalxır və nəhayətində
özünü biruzə verir. O görünən nədir? Bəlkə də piyalədir. Boynu bükük əl elədi, çağırır bizi lalələr. Seyrinə gəl tamaşa, al əlvandır baş-başa, sümbüllərlə cüt qoşa, dağların qızıl lalələr. Xala tək toxunub yerə, naxış vurubdu tellərə, sərilib çəmənlərə, rəngi qırmızı lalələr. Yoncaların qoynunda, al qırmızı donunda, Şirvanın da yolunda çıxıbdı düzə lalələr. Səhər günəş boylananda, yuxusundan oyananda, əzizləyib göz vuranda, utanır üzü lalələr. Kehdən düzüb mirvari, nişanədir xalları, gəzir bağça bağları, baharın qızı lalələr. Qaranlığı əridirəm düşüncələrimlə bu gecə. Bilirsənmi düşünürəm mən səni bu gecə. Havada bir balaca meh var, çəmənlərdə şeh var bu gecə. Qaranlığa qarışıram, sükunətdə xəyalınla danışıram bu gecə. Mən zamanı əridə, səbr edirəm sənsizliyə, bu dərdə. Ulduzlar seyrəlir, buludlar əlçimlənir bu gecə. Bilirsənmi, bir yerdəyəm səninlə xəyalınla bu gecə. Xəyalıma qarışır, yatmağa gedir mənimlə birgə gecə. Şeirdən keçdiniz. Nəsrə, sonra uşaq ədəbiyyat mı? Nəsrdən keçdiniz, uşaq ədəbiyyat. Ondan da biraz keçdiniz demək olmaz, esselər yazırsınız. Bəli. Esselərlə bağlı bir kitabını görürüm orada. Şeir yaradıcılığı, nəsr yaradıcılığı, uşaq da esselər. Bunların hansında necəsə özünüzü hiss edirsiniz? Çox gözəl sualdır. Təşəkkür edirəm. Azərbaycan ədəbiyyatında sərbəst yazan şairlərimiz çoxdur. Çoxsunu da oxuyuram. Bilirsiniz, esse yaradıcılığınızda var, nəsir, nəzim, uşaq ədəbiyyatı. Qayıdıram sərbəst şeirə. Mənə elə gəlir ki, sərbəst şeir məni özünə daha çox cəlb edir. Allah rəhmət eləsin Rəsul Rzaya, böyük şairimizə. Azərbaycan ədəbiyyatında sərbəst şeir növünü biz Rəsul Rza poeziyasında daha çox hiss elədik, duyduq. Düzdür, əvvəldən bu janr olub, olacaq da. Amma qabarıq şəkildə bizə daha uyumlu, tez biz anlamışıq Rəsul Rza poeziyasında. Mən də özümü orada görürəm. Ən çox düşüncələrimi toplayıram sərbəst şeirdə. Və nəsrdə necədir? Yəni bu məqam necədir işte? Şeir təbii bir övqat, eyni zamanda nəsr. Bunların fərqi nədir içində? İncəliyi nədir? Abdi müəllim, hərdən mən evdə özümlə danışıram. Ümumiyyətlə çox danışıram. Danışıram, özümə suallar verirəm, özümdə cavablar axtarıram, özümlə mütaliə eləyirəm, özümlə dialoq aparıram və sizin mənə verdiyiniz sualı mən də elə özüm dediyim kimi tək olanda özümə verirəm.
necə oldu ki, şeir dünyasından nəzmdən nəsrə keçid aldım. Nəyi gördüm, nəyə görə mən nəsr dünyasına, o təlatümə, o dəryaya, o dənizə baş vurdum. Burada da mən bağlıyam bədii ədəbiyyata, qiraətə. Çox oxuyurdum. Dünya ədəbiyyatından, nəsr çox mütaliə edirdim. Bilmirəm, bəlkə də oradan qaynaqlandı. Bəlkə də elə düşüncələrimdən. Amma onu deyim ki, mən əvvəl nəsrə birbaş keçmədim. Esselərlə gəldim. Əvvəl esseyə şəklində yazdım, müraciət elədim. Daha sonra romanlara, hekayələrə müraciət elədim. Belə demək mümkünsə Mətanət xanım, esse şeirlə nəsrin arasında Körpüdür. Keçiddir. Oradan elədi. Kökəyi şeirdir, forması nəsrdir. Ona bənzəyir. Daha çox duyğu ilə, daha çox həssaslıqla. Bəli, esselərdə bütünlüklə duyğulardır. Duyğular isə insanı təlatümə gətirir, yaradıcılığa sövq eləyir. Gördüyüm müşahidələri esselərdə formalaşdırırsam, gördüyüm müşahidələri esselərə köçürdürəm. Esse şəklində mən düşünərək qələmə alıram. Amma sonra ki, o yazılan ki, esselər, qələmə alınan esselər həcmin dəyişir, böyüyür, hekayə formasına keçir. Daha sonra nəsr formasına formalaşır. Yəni yəqin ki, siz dediyiniz kimi bir körpüdür, bir keçiddir, bir empatiyadır qurduq. Nəsrdən bir vaxtda hekayələr yazasan, siz hətta ürək eləyib böyük romana, etnoqrafik romana, köç tariximizlə bağlı bu əsəri yazdınız, şübhədir, eləmirsən? Bəli. Köçümüzlə bağlı rəhmətli Mövlud Süleyman gözəl bir köç romanı. O daha qədimdən gəlir. Köçümüzün, etnoqrafiyamızın, ruhumuzun qədim tağlarını sincir. Sinki isə belə deyək, biraz qədim Şirvanın köç mədəniyyəti tağları, yaylarını, bu həyatın maraqlı detallarını və eyni zamanda bu həyatı yaşayan insanların anın yaşam psixologiyalarını özündə. Dediyiniz kimi, bəli, etnoqrafik əsərdir. Elatlardan danışır dediyiniz kimi, elat tayfalarından söhbət açır. Qorxmadım. Əsla qorxmadım. Mən qorxsam gərək bu aləmdən çəkiləm. Mən qorxsam gərək qələmi yerə qoyam. Hər hansı bir yazıcı öz adını daşıyır, öz imzasını qoyur, öz düşüncələri ilə gəlir. Yəqin ki, onlar öz sözlərini deyərlər. Amma mən heç birinin əsərinə oxşar əsər gətirmirəm axı ədəbiyyata. Ötən əsrin hadisələrindən söhbət edir Şübhə romanı. Ötən əsrin hadisələrin pillə-pillə, hissə-hissə Şirvan ellərindən daşıyır ədəbiyyatımıza. Qorxmuram, yaradıram, yazıram, yaşadıram yazdıqlarımın timsalında. Siz belə danışanda mənim yanımda böyük yazıcı Əzizə xanım Cəfərzadə gəlir. Şirvanın tərcümanıdır. Şirvan ədəbiyyatının, Azərbaycan ədəbiyyatının, Şirvanın Azərbaycan ədəbiyyatının, eləcə də dünya verdiyi ən böyük qadın yazarlarımızdan Əzizə Cəfərzadə. Onun əsərlərində Şirvan. Köçü 1501 faciəsi, Seyid Əzimlə bağlı trilogiyaları, əsərlər Azərbaycan ədəbiyyatında öz layiqli yerini tutur. Bəli. Eyni zamanda siz bunu tanışdıqca Şirvandan axıb gəlir ədəbiyyata deyəndə o hiss mənim yanımda, gözümün önündə canlandı. Çünki Şirvan koloritdir, Şirvan söz yurdudur.
eyni zamanda tarixi detalları özündə yaşadan bir məkandır. Bəli. Azərbaycanın bir parçasıdır. Böyük dövlətçilik. Qədim diyarıdır. Şirvanşahlar dövlətinin böyük növrəsini dövlətçilik qoyan tarixi. olan bir ərazimizdir. Çox hörmətli yadçımızın adını çəkdiniz, Əzizə Cəfərzadə. Özümü xoşbəxt hiss eləyirəm ki, həyatdaykən görüşmüşdüm Əzizə xanımla. Həm söhbət olmuşdum. Fikirlərinə qulaq asmışdım, düşüncələrinə. Həqiqətən özümə bir örnək almışdım. Elə xanım. Bəli, Əzizə Cəfərzadə Şirvan zənginliyini, Şirvan ədəbiyyatını Azərbaycan ədəbiyyatına gətirən və daha qabarıq şəkildə mən deyərdim ki, Şirvan ədəbiyyatını bütünlüklə açıq şəkildə oxuculara təqdim eləyən birinci xanımdır. Və bu günləri mən yenə deyirəm, özümü xoşbəxt hiss edirəm ki, Əzizə Cəfərzadədən sonra Şirvanlı olaraq yeganə qadın yazıcı ədəbiyyatımızda məni deyirlər. Görüşlərin birində hətta mənə demişlər ki, Əzizə Cəfərzadənin izi ilə getmək asan deyil. Etiraf edirəm, çətindir. Əzizə Cəfərzadə izi ilə getmək, Əzizə Cəfərzadənin qoyduğu irsi davam elətdirmək çətindir, amma şərəflidir. Ustalardan dərs aldığından sözdə büdürəmir. Sözü qənaət ilə işlədir. Sətrin, misranın işlənmə yerini bilir. İstər nəsrdə, istərsə də şeirdə peşəkarlığı daimə saxlaya bilir. Çünki sözdə Şirvan bulağından su içir. Kitabın yaranması belə başlandı. Əslində kitabın adı Ötən əsrin sədası olacaqdı. Ötən əsrin sədası olacaqdı. Bizim yadçımız Seyran Səxavət dedi ki, qısa ad qoy. Düzdür. Əsərə bir ad. Bir sözdən ibarət. Bir sözdən ibarət. Sağ olsun. Düşündüm. Seyran müəllimin ağıllı məsləhətidir. Düşündüm və hadisələri nəzərə aldım. Kitabın daxilində olan təlatümlərin nədən təlatümə gəldiyini nəzərə alaraq kitabın adını Şübhə qoydum. Şamaxıda baş verən zəlzələlərdən söhbət açılır. Üzdən uzaq qonşularımızın bizim başımıza gətirdiyi faciələrdən söhbət açılır. Şirvan cəmaatının necə qırğına verməkdən söhbət açılır. Sonra erməni-müsəlman davasının Şamaxıda törətdiyi faciələrdən bəhs olunur. Sual verirsiniz ki, qaynağı hardandır, hardan oxundu? Çünki mənim yaşım onu həqiqətən üstələmir ki, mən ötən əsrdən danışım. Kitabın girişində qeyd eləmişəm. Qadın üzü yuxarı təpiyə sarı addımlayır. 7 Günbəz qəbristanlığına sarı. Şamaxının tarixidir. 7 Günbəz qəbristanlığında mənim ulu nənəm uyuyur. Kitabın qaynağı məhz o nənənin həyatından başlayır. Və mən qərarı alanda ki, o hadisəni roman şəklində qələmə alım, ilk getdiyim yer 7 Günbəz qəbristanlığı oldu. Və nənənin qəbrinin üstünə çatdım. Söhbətimi belə qurdum. Sənin danışdığın nənə, hekayəni qələmə almaq istəyirəm. Mənə xeyir dua verir. Əsərdə adı çəkilən Ümmü nənənin keşməkeşli həyatından, Elat tayfalarından, köçəri tayfasının məhz çəkdiyi ağırlıqdan, əzabdan, əziyyətdən keçdiyi yoldan və obraz olaraq Ümmü nənənin həyatından bəhs edilir. Qaynaq buradan gəlir və deyirsiniz ki, sizin yaşınız bəli, mənə imkan vermir. Amma mən uşaqlıqda nənəmin danışdıqlarını bir sinəmə doldururdum. Düşüncəmə yığırdım. Nənəm təbii ki, onları mənə danışmırdı. Nənəm evə gələn qonaqlarla danışırdı, evdə olan ev sakinləri ilə danışırdı və yaxud bacısı ilə mi, bir dostu ilə mi, kimi ilənsə danışanda mən onu bir uşaq marağı ilə dinləyirdim. Mənə elə gəlirdi ki, daha nə isə danışmadı və gələn dəfə kimlənsə söhbət eləyəndə mən onun dizinin
yanında otururdum və yeni bir epizodlar yaranırdı. İllər keçdikcə mən nənəmdən sonra Allah bütün ölənlərimizə rəhmət eləsin, atama suallar verdim. Əsər çox uzun müddətə yazıldı. Bəlkə də mənim düşündüyümdən çox uzun oldu. Mən düşünürdüm ki, bu il bu kitabı qələmə alaram, bu il növbəti ilə o birisi ilə. Çünki hissə-hissə yığdım, hissə-hissə qələmə aldım və nəhayətində kitab ərsəyə gəldi. Kitab ərsəyə gələnə qədər mən çox doğmaları itirdim. Hansı ki, o hadisəni, kitabda baş verən hadisələri bilən insanlar bir-bir həyatdan köçdülər və ən axırda atamın xalası oğluna müraciət etdim. Mən Nəbi dayıya müraciət edəndə ki, o hadisələri mənə danışsın, mənə danışdığı hadisələrin nəticəsi belə oldu ki, mən düşündüm ki, bu hadisəni mən hamıdan yaxşı bilirəm nənəmin sayəsində, ulu nənəmin sayəsində. Kitabın qaynağı, bəli, Ümmü nənədən qaynaqlanır. Onu da deyim ki, ilk Türkün qəbrini ziyarət etdim. Çünki Şamaxı yolunun sağ istiqamətində bir tənha türk qəbri var. Ondan sonra arxivlərə müraciət etdim. Sonra bizim elimizin, xalqımızın, obamızın yaddaşında olan insanlara müraciət etdim. Bir növ axtarışla. Və onsuz da bizə bəllidir ki, biz oxuyuruq, bilirik, oxuduqlarımızdan bizə bəllidir ki, ermənilər hansı faciəni törədib, ən dəhşətli faciəni də Sündi kəndinin ətrafında törətmişdi. O da qələmə alınıb, göstərilib, daha sonra isə Şamaxıda törədilən vəhşiliklər xalqın dilində günümüzə qədər gəlib çıxmışdı. Unutmuruq, unutduruq müəllim. Şübhə romanından əvvəl İt kəlləsi romanı qələmə alınmışdı. İlk siz o kitabı oxumusunuz. Abdi müəllim tanışsınız kitabla. Daha sonra roman olaraq şübhə yarandı. İki böyük əsər roman, dediyiniz kimi essi, sonra hekayələr. Bu qaydada gəlir. Təbii birdən-birə ağır romana, geniş süjetli əsərə demək təbii iş çətin. Çətindir. Ümumiyyətlə məsuliyyətdir. Hər bir anı, hər bir məqamı, yazdığın sətirlərə həqiqətən xüsusilə diqqət yetirməliyəm yazdığım sətirlərə. Çünki mən sabah, bəli, cavabdehəm. Hardan eşitdiyim mən sözlə gələ bilmərəm. Tarixi faktlara əsaslanmalıyam. Odur ki, kitabın qələmə alınması biraz uzun. Dediniz ki, arxivlərə baxmışam. Arxivlərdə nəsə gördünüz mü? Yəni kimlə, bu köçə gedən kişilərlə bağlı, ya erməni müsəlman davası ilə bağlı, ya o arxiv əsərdə təsvir elədiyiniz obrazların ünvanınla, soyadınla. Arxivlərdə göstərilirdi. Əsasən Cümə məsciddə baş verən qırğınlar, Şamaxı Cümə məscidində, bəli, ermənilərin, vəhşilərin törətdiyi qırğınlar, bəli, arxivdə yer alıb və mənə də dediyim kimi bəlli idi ki, hansı kəndlərdə daha çox qırğınlar olub, Şamaxının hansı istiqamətində qırğınlar olub, hansı kəndlərində və onlar doğrudan da arxivdə müraciət etməklə kitabda öz yerini almışlar. Və axır vaxtda Mətanət xanım görünür sənətinizlə bağlı bu uşaq şeirlərinə meyl edirsiniz. Uşaq ədəbiyyatına keçid necə oldu, soruşursunuz. Uşaq ədəbiyyatı mənim üçün doğrudan sevilən bir sahədir, sevilən bir istiqamətdir. Edis müəlliməsiz, bəli. Mən Respublika Uşaq Gəncləri İnkişaf Mərkəzinin əməkdaşı olaraq uşaqlarla işləyirəm, müəlliməyəm. Dram və bədii qiraət üzrə bu profildə əmək fəaliyyətimi davam elətdirirəm. Birbaşa uşaqlarla işlədiyimə görə yəqin ki, elə o istiqamətdə məni yönəltdi uşaq ədəbiyyatına. Tez-tez tədbirlər keçirdirik. Keçirilən tədbirlərdə uşaqlar şeir deyir, səhnə alır və bəzən bizə lazım olur nümunə üçün zəfər şeirlərinə müraciət edirik. Uşaqlarla bəli, sıx
işləyirik bir müəllim olaraq. Müəllim-şagird münasibətində biz tədbirlər hazırlayırıq. Hazırladığımız tədbirlərdə şeirlərə müraciət edirik. Bəzən tədbirə uyğun münasib şeir qane-edici olmur və yaxud tapa bilmirəm deyə mən öz şeirlərimə müraciət edirəm və yaxud yeni şeirlər yazılır və uşağa təqdim etmək üçün, uşaqlara, şagirdlərə təqdim etmək üçün yeni şeirlər yaranır beləcə. Nümunə üçün deyim ki, zəfərlə bağlı keçirdiyimiz tədbirlərdə bizim qələbəmiz, 44 günlük zəfərimiz, bizə qürur verən zəfərimizi biz tez-tez həqiqətən bu hissi yaşayırıq deyə tədbirlərdə keçiririk və keçirilən tədbirlərdə yenə də mən düşündüm ki, lazımdır burada şeirlər yazmaq ki, bu uşağın dilindən, uşağın fikri ilə, uşağın düşüncəsi ilə və yaxud digər tədbirlərdə yeni il şənliyi olur, tutaq ki, Novruz bayramı şənliyi olur. Hissə-hissə işlədikcə, hissə-hissə şeirlər yazıldıqca bir də onda gördüm ki, mən artıq uşaq ədəbiyyatının tam mərkəzindəyəm. Ətrafımızda uşaq şairlərimizdən yaşayanlar var. Onlarla təmasımız barədə danışın. Səs və söz redaksiyasında Zahid müəllimlə 2 gün bundan əvvəl söhbətləşdik və ondan da bir neçə müddət əvvəl, hardasa bir 10 günmü, 15 günmü əvvəl biz bir tədbirdə bir yerdə iştirak etdik. Biz Zahid müəllimi örnək götürürük. Biz Zahid müəllimin həqiqətən yolun gedirik uşaq ədəbiyyatında, uşaq şeirləri nümunəsində. Digər uşaq şairlərimizdən adını çəkə bilərəm. Qəşəm Nəcəfzadə, Qəşəm Səbəyli, Sevinc Nurqızı və Azərbaycan Yadçılar Birliyi ilə Bəstəkarlar İttifaqının birgə əməkdaşlığı şəklində layihə təqdim olunacaq. Bu yaxınlarda açıqlamayım, biraz açıqlamanı mən verməyim. Həmin layihədə də biz adı çəkilən şairlərlə bir araya gəldik. Uşaqlar bir dünyadır, gələcəyimizdir. Uşaqlarla işləmək həqiqətən mənim maraq dairəmdədir. Və uşaq ədəbiyyatı üzərində işlədikcə elə bir ki, uşaqlaşıram. Çünki uşaqların dilindən şeiri demək, şeiri yazmaq, onlarla vəhdətdə olmaq, onlarla ünsiyyətdə olmaq, empati qurmaq doğrudan da həqiqətən həm maraqlıdır, həm də yaradıcı bir hissdir. Azərbaycan Yadçılar Birliyi, eləcə də Bəstəkarlar İttifaqının birgə layihəsi var. Həmin layihədə də bu fikirlər formalaşmışdı ki, uşaq şairləri ilə bəstəkarların birgə əməkdaşlığı olsun. Bu əməkdaşlıqdan da mahnılar hazır olsun. 1 iyun uşaqların müdafiəsi günü üçün hazır olsun. Yəni, hal-hazırda bu yöndə işlərimiz var. Daha doğrusu sözləri mənə aid olan, bəstəsi isə Elvin Quliyevə məxsus, Rəna xanım Qədimova, daha sonra İlahə Qismətə məxsus olan mahnılar üzərində şeirlər də mənə məxsus olaraq iş gedir. Bir də uşaqların özünün yaradıcılığı var dediniz. Dediyiniz kimi bədii düşüncələr adlanır kitabımız və kitabda da elə açılan səhifədə Ayan Mehdinin hekayəsi başlanğıcı ilə. Bəli, uşaqlar, yaradıcı uşaqlardan gedir söhbət. Uşaqlar həvəslidirlər, uşaqlar istəklidirlər. Bədii Qiraət Dərnəyinə gələn şagirdlərin bir çoxunda mən bu qabiliyyəti gördüm. Baxdım ki, bəzilərinin şeir yazmaq qabiliyyəti var və bəzilərinin hekayə yazmaq qabiliyyəti var. Mən də bu yöndə düşündüm ki, bu uşaqları yönəltmək, bu istiqaməti uşaqlar üçün yolu açmaq vermək və hər halda ola bilər ki, gələcəkdə hər hansı arasından ola bilər ki, bu uşaqların biri yazıcı kimi və ya şair kimi formalaşa bilər. Təbii ki, biz bu düşüncə ilə yola çıxdıq və Bədii Düşüncələr adlı kitab meydana gəldi. Nə gözəl. Mahnıların böyüklər üçün olanı da var, eləmi? Sözlərimə bəstələnmiş mahnılar var. Allah rəhmət eləsin. Oqtay
Rəcəbovun bəstəsi, yenə Allah rəhmət eləsin Tahir Əkbərin bəstəsi, Hikmət Aslan, həm müğənni kimi, həm bəstəkar kimi, daha sonra Arif Səlimov. Deyək ki, bunların bəstələdiyi mahnılar həqiqətən bizim günümüzdə sevilən mahnılara çevrildi. Mahnıları ifa eləyib Abdül Mirzəliyev ifa etdi, Samir Cəfərov Bizi Qaldı mahnısını təqdim etdi. Daha sonra Həsrətin mahnısı Əlikram Bayramov və 10 şeirə bəstələnmiş mahnılarım var. Yenə qayıdırıq biz yaradıcılığın şah damarı olan şeirlərə. Niyə bir əvvəldə başladım şeirdən və söhbətimizin, verilişimizin sonunu da bizim şeirlərlə, yəni sizin şeir yaradıcılığınızla bağlı başladım. Ona görə ki, bütün yazarların, Nasirin, romansının, esseyistin, şairin ilk başladığı yaradıcılıq şeirdir. Ondan sonra yollar şaxələnir, hərə öz yolunu tapır, hər şey öz qaydasından gedir. Ancaq yenə öndə yaradıcılığın ilk mayası, ilk nüvəsi kimi bütün yaradıcıların ürəyinə məlhəm olan şeir qalır. Doğulana həqqə dilim şeiri ilə davam edirik. Qarışır arada yuxum. Qarışır arada yuxum. Heç bilmirəm nədəndir. Dünyada varım, yoxum. Bir quruca bədəndir. Ucalmasın ərşə ahım. Qorusun özü Allahım. Əgər yoxdursa günahım, bət çəkdiyim nədəndir? Hər gün yanımda gördüyüm, varlığıyla öyündüyüm, özümə arxa bildiyim, nə biləydim kölgəmdir. Yuxudayam bəmbəyaz, qışdır, gəlməyəcək yaz. Payladığım nəzir, niyaz, giyəcəyim kəfəndir. Kəssələr də dilim, dolanacaq həqqə dilim. Olacağa qoy başayım, nə gələrsə həqdəndir. Bu gələnlər həqdəndir. Yazıçı, şairə Mətanət Ulu Şirvanlı Şamaxı şəhərində doğulur. Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Məsləhət Birliyinin üzvü, Şirvan bölgəsinin koordinatoru, Qızıl Qələm media mükafatı laureatıdır. Azəri yurdunun övladları, Qobustan şəhidləri, Şamaxı şəhidləri, Andis əskər, gəlmişdim deyim ki, sarı çiçək, gecə gözəl, sən gözəl, bir gecənin nağılı, ağ ayaqqabı, nağıla bənzər təbiət, bu ağaclar bizimdir, Merinin nağıllar dünyası, sevgi çələngi, it kəlləsi, Salam Qoca adlı nəsr, şeir və uşaq nağıllar toplusunun müəllifidir. Televiziya və radio verilişlərində tez-tez çıxış edərək ədəbi müzakirələrə qoşulur. Şirvan şifahi xalq ədəbiyyatı tədqiqatçısı və prezident təqaüdçüsüdür. Şübhə romanı onun oxucularla 16-cı görüşüdür. İlk iri həcmli nəsridir, ilk iri həcmli çap elətdirdiyi romandır.